Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə Heydər Əliyev prospektində Bakubasa məxsus 14 nömrəli ictimai nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişin 1989-cu il təvəllüdlü Xəyali verdi və yıxılaraq xəsarət alıb. Xəbər verilir ki, yaralı Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, Gəncədə sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əksəriyyəti Bakubasa məxsusdur. Faktla bağlı araşdırma aparılır. Ağdaşda 46 yaşlı qadın vəfat edib. Xəbər verilir ki, Hadisə rayonunun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon mərkəzi xəstəxanasında vəfat edib. İlkin ehtimala görə qadının hərarətdən öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin yerli şöbəsinə yerləşdirilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma başlanılıb.